Anam dünyasını dəyişəndən sonra anam vəfat etdi. Yoksul muydu? Yoksul muydu o zamanlarda? Yoktu. Verdiğin parayı ertesi gün yok ediyorsan ona bir şey diyemem. Ama onun dışarıda vardı. Ben de sana diyorum ki örnek olacaksınız. Örnek olacaksınız. Herkese gençlere biz örnek tamam mı? Boşanmalar olmasın. Kadınlar dövülmesin, sövülmesin. Örnek olmaz. Değil ki senin etrafın sana kısaklarlar evlendirmeye. Azlarım çoxdur, xəyallarım çoxdur. Hadi de də birində görək. O demərəm axı, o deyir. Elə biri Muratla barışmaq, niyə demirsən? Bəli, Muratla barışmaq da əslində. Qardaşım rəhmət deyir, mənə həmişə deyirdi ki, sən Röyəyə oxşayırsan. Həmişə Röyəyə oxşayırsan. Bəs Röyənin bir mahnısı var, onu daha çox sevirdi, bəlkə də. Aa, bizim Bəli, bizim Röyə. Mənə həmişə ona bənzədirdi, rəhmətli qardaşım. Deyirdi ki, sən Röyəyə oxşayırsan. Yəni, mənə ona bənzədirdi. yəni indi deyirsən ki, Qarabağ mahnılarını daha çox xoşlayıram. aha bu toy burada olsun deyirsən. Bəli. Toya da çağırırsan deməli. Bunu mu demək istəyirsən? Əlbəttə ki. Röya xanım. Bəli. Üzük taxılsın, tort olsun, başqa heç Valla mən açıq deyim ki, Röyanın çox gözəl qəlbi var. Həmişə o belə deyək də hamıya kömək edir. Əgər Murad səninlə barışsa, inanıram ki, gəlib sənin o üzük taxtında, toyunda mütləq iştirak edər.